Ya Allah, selamun aleyküm, hər bir vaxtınız xeyir olsun. Bugün 15 iyul Berlində kansler binasının önündə Azərbaycanda günahsız yerə həbs olunan 9 jurnalist və 6 inancılı xanımların həbslərinə etiraz olaraq oturaq aksiyalar təşkil olunur. Aksiyanın təşkilatçısı Xan Ağayevdir və bu aksiya 10 gün, 15 gün təxmini davam etməlidir. Planda belə tutulub və başlayaq aksiyanın mahiyyətini elə aksiyanın təşkilatçısı olan Orxan bəyin özünə eşitdik. Salam Orxan bəy, xoş gəlmisiniz. Aleyküm salam. Kanal izləyicilərini salamlayıram. Bizim aksiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda 9 jurnalist, 6 inanclı bacımız olmaqla həbsdədir, günahsız yerə şərlənib. Biz də bu aksiyanı onun üçün keçirdirik, aclıq aksiyası ki, oradakı 15 xanım İlham Əliyev tərəfindən qeyri-şərtsiz azad edilməlidir. Və inanclı xanımlarımız bilirsiniz ki, imam ehsanı paylayıblar. Onlar insanlara su dağıdıblar, insanlara silah zad verməyiblər. Yəni o azadlıq onların haqqıdır. Jurnalist xanımlarımız isə şəhid ailələrinin problemlərini ictimailəşdiriblər, qazilərimizin problemlərini ictimailəşdiriblər, xalqın problemlərini ictimailəşdirdiklərinə görə İlham Əliyevin korrupsiyalarını, onun evladlarının korrupsiyalarını bu günləri ictimailəşdirdiklərinə görə şərlənib həbs olunublar. Bilirsiniz, bu jurnalist xanımlar da kimisə evinə girməyib, İlham Əliyevin evinə girib saatını oğurlamayıblar. Yaxud da evinə girib onun pullarını əl qoymayıblar, özləri ilə aparmayıblar. Bunlar hamısı kasıb balalardır. Mən bildiyimə görə orada xanımlardan biri nə atası var, nə arası var və onkoloji xəstə olan var. Eləcəsilə də bizim inanclı xanımlarımızın biri səhhətində çox ciddi bir problemlər var. Və mən İlham Əliyevə humanist addım atmağa dəvət edirəm. Bu Azərbaycanda belə bir aksiyanın bu günləri keçirilməsi mümkün deyil demək olar. Qeyri-mümkün. Bəli. Biz də bunu Almaniyanın Berlin şəhərində kanslerin iqamətgahının düz giriş qapısında təyin eləmişik. Nə qədər gücümüz var, qurban olum Allaha, nə qədər bizə güc verəcək, o qədər gedəcəyik. Ola bilsin ki, bu aksiya 20 gün də gedə bilər, sonra quru aclığa keçə bilərik. Tələblərimiz 15 xanımdır. 15 xanımın azadlığı uğrunda mübarizədir. Və İlham Əliyevə həqiqətən də buradan elə efir vasitəsilə də deyim. İlham Əliyev, Mehriban Əliyeva, sən də bir anasan, sən də bir xanımsan. Yəni oradakı xanımlar qeyri-şərtsiz azad olunmalıdır. Aksiyamızın bu günləri missiyası budur. Getdiyimiz yol bəllidir. Bu xanımların azadlığı. Belə deyək, bizim bir devizimiz var bu xanımlar həbs olunanlar ki, Azərbaycan xanımları bugün həbsdə olmalı deyirlər. Əgər bugün həbsdədirlərsə, demək onları həbs edən Azərbaycan kişisi deyil. Bilirsiniz, kişilərin həyifini qadından çıxmazlar da belə bir. Əhsən. Kino da var. Əhsən. Yəni bu günləri Çox maraqlısı odur ki, Orxan bəy, bu xanımları Azərbaycan xalqına tamam başqa cür tanıtmaq istəyirlər. Məsələn, fikir verirsiniz, 9 inancılı xanım dünyəvi xanımdır da, indi hicab əhli deyirlər. Bunları Qərbin agenti adlandırırlar. 6 inancılı xanımı bunları İranın agenti adlandırırlar. Çox maraqlıdır. Və yaxşı, bunların bir qismi Qərbin agentidirsə, bir qismi İranın agentidirsə, və bunları həbs eləyənlər var ki, bu xalqa zülm eləyənlər var. Bunların özü kimin agentidir? onlar da məlum məsələdir, kimlərin agentidir. Onlar da dünya güclərinin agentləridir bu günləri. Hansı ki, bu günləri biz bilirik Azərbaycanda vəzifə başında əyləşənlər, onların qanında bir zərrə qədər də Azərbaycan qanı axmır. Zərrə qədər. Əgər belə bir şey olsaydı, inandırım sizə, Azərbaycan xanımı o həbsxanalarda olmalıdır. Orxan bəy, bu ki aksiyanı təşkil etmisiniz, Allah sizdən razı olsun. Həm bir inancılı kimi, bir dindar kimi mən şəxsən, həm bir Azərbaycan vətəndaşı kimi sizə özlərinin təşəkkürümüzü bildiririk. Sizin bu aksiyada təşkilatçısınız, dəstəkçiləriniz, bu aksiyaya dəstək verənlər barəsində kimlərdir, kimlər dəstək verir və
burada olmayanlar, gələ bilməyənlər var ki, uzaqdadırlar bu şəhərdən. Necə dəstək ola bilərlər? Deməli, mən bu yola gedəndə, yəni bu aclıq aksiyasını təklif edəndə bir çox adam dəstək verdi mənim fikrimə və mən də gördüm ki, həqiqətən də insanlar istəyir ki, bu aksiya olsun. Və Elvin var. Elvin arxada bilmirəm, düşmür. Gündən Yox, Elvin arxaya düşmür. İnşallah tamam. ki, növbətində Elvindən müsahibə alacağıq. Bəli, o Elvin düşür. Şıxəliyev də təşkilatçılar, 2 nəfər də təşkilatçılar, bir mən, bir də Elvin Şıxəliyev. Bəli. Dəstəkçilər. Dəstəkçilər Hacı Ələmdardır, Ravildir, Elşəndir, nə bilim, digər dostlarımızdır bizim, gəlirlər bura. Səlam. Elə siz özünüz. Yəni bir çox bizim hansı ki ekran arxasında görünməyən dəstəkçilərimiz var. Bu aksiya üçün xalq öz pulundan keçir. Yəni mühacir həyatı yaşayanlar var aramızda. Almaniyada yaşayanlar var, Hollandiyada yaşayanlar var. Amerikadan pul atıblar. Ki bircə Rusiyadan, Azərbaycanın özündən pul atıblar ki, bircə bu aksiya baş tutsun. Biz Azərbaycanda eləyə bilmirik. Biz o xanımları azad edə bilmirik. Siz heç olmasa aclıq edin. Həm maddi, həm mənəvi cəhətdən bu günlərin bu aksiya dəstəkçilər çoxdur. Bəli, çox. Mən öz adımdan deyim, həm Müsəlman Birliyi Hərəkatının Avropa nümayəndəliyi olaraq elə Ələmdar Binyadov da bizləndir, bərabərdir. Biz də sizə dəstəyik, yanınızdayıq. Təşəkkürlər. Həm maddi, həm mənəvi cəhətdən öz dəstəyimizi sizə bildiririk. Təbii ki, bir Azərbaycanlı olaraq bizlərin bu günlərin bir kişilik borcumuzdur bu xanımların həbsinə etiraz olaraq səsimizi uzadaq. Hər bir Azərbaycan kişisinin borcudur. Kimliyindən, irqindən asılı olmayaraq. Yəni inandırım sizə ki, mənə yapçı da pul atır. İlham Əliyev dəstəkləyir, amma mənim qeyrətim deyir, sırışdırmır ki, orada Azərbaycan xanımları həbsdədir. Yəni, yapçı bizim düşmənimiz deyil, bizim sadəcə yollarımız ayrıdır. Amma görürsən ki, onun vicdanı var, onun əqidəsi var, onun milli kimliyi var. Deyir ki, mənim vicdanım götürmür ki, bizim hicablı xanımlarımızı biriləri mənim rəhbərim həbs edir. Yaxud da 9 dənə jurnalisti. Çünki onlar günahsızdırlar. Yəni bu bizim üçün fəxirdir. O da Azərbaycanlıdır. Mənim üçün fərq eləməz, yapçıdır, AXCP-çidir, müsavatçıdır, ADL-çidir, hansı partiyanın üzvü olursa Yox, biz xalqı kateqoriyaya bölmərik. Bu bizim bir mənalı olaraq yolumuzdur. Təbii. Rejim bu xalqı kateqoriyaya bölür. Biz də bölsək nə oldu da? Bəli. Biz bütöv Azərbaycan naminə bu işləri görürük. Bir olmaq lazımdır. Təbii. İrqindən, dinindən asılı olmayaraq. Təbii. Bir olmaq lazım. Orhan bəy, təşəkkür edirəm sizə. Növbəti canlı yayımlarımızda inşallah sizinlə bir daha müzakirələr aparacağıq. Var olasın. Salamat qalın, Allaha əmanət olun. Növbəti canlı yayımlarda görüşənədək.